Çoxları sual verir ki, dam örtüklərinin rənglənməsi Azərbaycanda olur, yoxsa xaricdən gəlir belə? Və görmüş olduğunuz bu xammal dam örtüklərinin xammalı sayılır. Rəngsiz vəziyyətdə olan dəmirdir. Mərhələli şəkildə necə hazırlanır, onu sizə göstərəcəm. Görmüş olduğunuz rəngsiz dəmirdir. Bu lis dəmir müxtəlif etaplarda, mərhələlərdən keçərək rənglənir. Rənglənməyə hazırlıq mərhələsidir. Bu boyama otağıdır. Burada rənglənmə hissəsi gedir. Rənglənəndən sonra sobalardan keçərək dəmirə yaxşı oturulur rəng və budur. Hazırlanan rəngli dəmir rulon şəklində bu formada hazır gətirilir. Hazırlanan məhsul bu hissədə test olunur. Daha sonra sizi bu testlə tanış edəcəm.